bir xəbər oxudum. Əslində biz o kişiyə artıq ad verməliyik, verilməlidir. Azından onun əməkdar artist adı olmalıdır, fəxri bir adı olmalıdır. Elşad Qarayeva. Baxıram, deyir ki, bəzi TV-lər ona qadağa qoyub. Özü belə yazıblar. Çorni spisikdadır, yəni qara siyahdadır. Birinci ATV-lər sizə baxan var. Yenə də deyirəm, hər dəfə deyirəm, siz bizə minnətdar olun ki, sizin nələr edirsinizsə biz götürüb onları paylaşırıq, siz gündəmdə olursunuz. Ümumiyyətlə TV-lərə baxan var. Bu yaxınlarda bir TV-lə bir aparıcıyla danışdım. Deyir bizdə paketdir. Deyirəm paket nədir? Hə, belədir də paket 2000-dir, 3000-dir, 5000-dir. Deyirəm sizə baxan var ki, siz bu qədər bu yüksəklikdə pulları insanlardan alırsınız. Hə, bizdə paketləndir. Mən dəhşətə gəlirəm. Bu TV-lər hələ də o köhnədə qalma adət-ənənələr var. Bugün də onları yaşadırlar. Ay TV-lər, hələ bir bu TV-ni bir normal vəziyyətə salın, insanlar baxsın, bir baxış olsun, izləmə olsun, sonra pullar yığın da. Və Elşad Qarayevlə oğluna da. Rəvan Qarayeva bu iki STV deyəsən, STV dedi, STV, hə, STV-də və ARB kanalında onları bloklayıblar ki, onlar bu TV-lərə gələ bilməz. Niyə? Bir verilişə dəvət ediblər, getməyib. Bu kişi saat 7-də zəng vursuz, yaşlı adamdır. Deyirsə, durun, gəlin verilişə. Özə mən fikir vermişəm, bir neçə müğənni var ki, onlar həmişə rezervdir. Müğənnilər gəlməyəndə tez, məsələn, mənim özümdə də oldu. O adamlara zəng vuran müğənnilə ki, salla tez olun, gəlin, bizi vəziyyətdən çıxardın. Bəs filan demirik, filan deyirik ki, belə məsləhət. Onlar çox gözəl başa düşür ki, bizim dəvət etdiyimiz müğənni bizim sözümüzü yerə salıb gəlməyib, biz onlara zəng vuruq. O adamlardan birisi də Elşad Qarayevdir. Hər vaxt, hər zaman hara dəvət etmişik, baş üstə gəlibdir və bizi daima pis vəziyyətdən, pis məqamlardan çıxarmağı bacarıbdır. Bu kişiyə əməkdar artist, xalq artisti adı verilməlidir. Elşad müəllim, biz sizi çox istəyirik. Mən Şəbnəm doktorumun əlaqə nömrələri burada görünür. Elşad müəllim görünür burada. Baxın, Şəbnəm doktorum. Mənim adımdan istifadə edib gedə bilərsiniz onun yanına. Gözəl həkimim. Həkim kosmetoloqum. Sara Səfra. Məhz Bahadırdan bu qədər. Elşad Qarayeva artıq fəxri ad verilməlidir.